Hörmətli Alfa 5 menecerləri, sizə Alfa 5 şirkətində dəyişiklik olan marketinq plan haqqında məlumat vermək istəyirəm. Şəkildə gördüyünüz kimi, deməli, birinci xəttdən 36%-ə qaldırılıbdır faiz. Əvvəllər 8-9% idi, bilirsiniz ki. Bu o deməkdir ki, yəni siz hər birinci xəttinizdə olan aktiv distributordan 10 AZN, 10 manat gəlir əldə edirsiniz. Aktiv distributor bilirsiniz ki, 28 AZN ödəyən şəxsdir. Əvvəllər menecerlər 12-14 manat qazanc əldə edirdilər, ən yaxşı halda 15-18 manat. İndi isə görürsünüz ki, şəkildəki kimi 50 AZN qazanc əldə edir. Yəni, əgər siz özünüz 28 manat verib aktivlik eləmişsiniz, birinci xəttinizdə 5 nəfər 28 manat verib aktivlik edibsə də, bu deməkdir ki, siz 50 AZN qazanc əldə edirsiniz. Təsəvvür edin ki, bu sizsiz və sizin birinci xəttinizdə bir nəfər 28 AZN məhsul alır. Bu zaman siz 10 AZN qazanırsınız. İkinci şəxs aktivlik edir, yenə 10 AZN qazanırsınız. Beləliklə, deməli, sizin birinci xəttinizdə insanların sayı artdıqca sizin balansınıza 10 AZN artır və bu sizsiz və birinci xəttinizdə 5 nəfərdən sizə 50 AZN qazanc gəlir. Bundan sonra bunlar sizin birinci xəttinizin adamlarıdır. Bu isə ikinci xəttinizin adamlarıdır. İkinci xəttinizdə isə 9% qazanc gəlir. Təqribən 2,5 AZN və bundan sonra sizin gəlirləriniz artır. Baxırsınızsa, sizin misal üçün ikinci xəttinizdə bir nəfər menecer edibdir və sizə həmin menecerdən 15 AZN qazanc gəlir. Yəni ki, şəbəkənizdə olan hər bir menecer özü üçün qazanc əldə edir, öz menecerliyin edir, 50 manat qazanır və həmin menecerdən sizdə isə 15 AZN qazanc gəlir. Bu demək ki, əgər sizin şəbəkənizdə 5 nəfər menecer edən şəxs olsa, onlar hər birisi 50 manat qazanır, sizə isə hərəsindən 15 AZN 75 AZN qazanc gəlir. Və beləliklə hesabat aparsaq görərik ki, məsəl üçün bu sizsiz 50 manat sizin birinci xəttinizdə olan şəxslərdən qazanc gəlir və ümumilikdə sizin qazancınız 57,5 AZN edir. Bundan sonra deməli sizin üçüncü, dördüncü xəttinizdə, hətta beşinci xəttinizdə olan menecerlərdən də sizə qazanc gəlir. Hər birinizə uğurlar arzu edirik. Yeni marketinq plan hər birimiz üçün xeyirli olsun.